Mən özüm də müşahidə etmişəm ki, Nüşabə xanıma söz deməyə ehtiyat edirlər, çəkinirlər. Hətta sizinlə qalmaqal eləməyə belə çəkinirlər ki, əşi Nüşabədirsə artıq mən ona heç bir söz deməyim, bir ehtiyat eləyim. Nədən yaranır bu ehtiyat sizcə? Bax, xanım həmkarlarınızdan bunu görürəm. Mən deyim də, istər həmkarlarım olsun, içlərində dost bildiklərim də var, danışmadıqlarım da var. Amma onların heç biri məni pis insan kimi tanımır. Nə də o ortamda, haqqımda danışılanda deyir, hə, danışmıram, amma dürüst qadındır, mərd qadındır. Onlar məndən yox, dürüstlüyümdən, cəsarətimdən, mərdliyimlə, yəni düzünü deyib qarşıda dura biləcək ürəyə sahib olduğumdan çəkinirlər. Sona kimi getmək? Sona qədər gedərəm. Mən demirəm, amma mənim də səhvim olar. Qorxuzan, çəkindirən? Qorxmaq yox. Məndən heç kəs indiki zamanda heç kəsdən qorxmur. Heç kəs sahibsizliyyəsiz deyil. Amma sahibsizlikdən getmir. İnsan bilir ki, mən hər şeyə açığam. Açıq, aydın, cəsarətlə çıxışımı eləyəcəm. Mən o qalmaqal yaşadığınız fikrimi açıq ifadə edəcəm. Həmkarlarınıza baxmışam, qalmaqal etdiyiniz həmkarlarınıza. Hansı qadınlarla ki, qalmaqal etmişsiniz? Qalmaqal olmayıb. Siz demişsiniz, qarşı tərəf susmağa çalışır, çəkinməyə çalışır. Mən fikir verirəm. Əgər bir insan qarşındakı insan susursa... Sanki onların sizin yanınızda bir eyb-işi olub, sanki bir paxrını bilirsiniz. Elə də ola bilər. Mən çox şeylər bilirəm. Gəlin də, əsas mətləbə gəlin də. Çox şeylər bilirəm. Amma dəymə mənə, dəyməyim sənə. Mənim heç kəsdən işim olmaz. Sərhəd və hörmət edəcəksən mənə. Mənə hörmət etmək məcburiyyətindəsən. Çünki mən sənə hörmətlə yanaşıram. Xarakterim budur. Hə, dəyərlərsə mənə, mənim kartlarım açıqdır. Düzərəm sırayla. Bir deyil, iki deyil. Saz havası altında. Bəh. Yəni susmaram. Susan bir tip deyiləm.